Kosmosun o dərinliklərində qərar verən maşınlar, bu artıq elmi fantastika deyil, elə bir reallığa çevrilir, bəs siz buna hazırsınızmı, görəsən? Süni intellekt kainatı kəşf etməkdə bizə necə kömək edir, amma eyni zamanda hansı riskləri də gətirir? 1 və 0-a xoş gəlmisiniz. Bugün əlimizdəki elmi məqalələr və araşdırma hesabatları əsasında süni intellektin kosmos səyahətlərindəki rolunu, belə deyək, dərindən araşdıracağıq. Məqsədimiz nədir? Məqsədimiz süni intellektin kosmosdakı faydalarını, qarşılaşdığı çətinlikləri və gələcək üçün nə vəd etdiyini anlamaqdır. Yaxşı, başlayaq onda. Mənbələrdə deyilir ki, hal-hazırda yer ətrafında deməli 10.500-dən çox aktiv peyk var. Bəli, 10.000-dən çox. Və bunların 1000-dən çoxu sırf yer kürəsini müşahidə üçündür. Bu peyklər də hər gün, yəni inanılmaz dərəcədə çox terabaytlarla məlumat toplayır. Bəs bu qədər məlumatla necə başa çıxmaq olar, necə öhdəsindən gəlirlər? Aha, bax elə əsas məsələ də budur da. Bu nəhəng məlumat axınına, bəzən Big Earth Data-da deyirlər bunu, olduğu kimi yerə göndərmək, bilirsiniz, həm çox vaxt aparır, həm də rabitə kanallarını həddindən artıq yüklüyür, iflic edə bilər. Aha. Ona görə də məlumatı elə toplandığı yerdəcə, yəni peykin özündə emal etmək getdikcə daha vacib olur. Bu bir növ kənar hesablama kimidir. Yəni edge computing deyirlər bunu. Aha, yəni mərkəzə göndərmək əvəzinə elə yerindəcə. Bəli. Analizi mərkəzə yox, elə məlumatın yarandığı nöqtədə aparırsan və süni intellekt burada həqiqətən əvəzsizdir. O, lazımsız məlumatları belə deyək, əliyir, süzgəcdən keçirir, vacib olanları seçir. Anladım. Nəticədə də yerə daha az həcmdə, amma daha dəyərli məlumat göndərilir və təbii ki, qərar vermədə sürətlənir. Deməli, süni intellekt bir növ kosmosda bu məlumatları əhliləşdirir, daha idarə olunan hala gətirir. Bəs konkret hansı sahələrdə tətbiq olunur? Mənbələrdə Spire adlı bir şirkət xüsusi qeyd olunur deyəsən. Hə, Spire çox maraqlı bir nümunədir. Onların peykləri bütün dünyadan gəmilərin mövqeyini bildirən AES siqnalları var, bilirsiniz, avtomatik identifikasiya sistemi. Bəli. Eşitmişəm. Zət təyyarələrin mövqeyini göstərən ADS-B siqnalları, həmçinin hava durumu məlumatları bunları toplayır. Süni intellekt isə bu, belə deyək, xam məlumatları analiz edir və məsələn, gəmilərin bir neçə gün sonra təxminən harda olacağını proqnozlaşdıra bilir. Vay, bu çox ciddi proqnozdur. Əlbəttə. Bu cür proqnozlar düşünün müdafiə üçün, sığorta şirkətləri üçün, logistika, hətta kənd təsərrüfatı kimi sahələr üçün də çox qiymətlidir. Yerdəki tətbiqlər aydındır. Bunlar həqiqətən vacibdir. Bəs daha uzaqlara getsək, məsələn, Marsda vəziyyət necədir? Curiosity və Perseverance kimi o məşhur robotlar da süni intellektdən istifadə edir, elə deyilmi? Əlbəttə. O aparatlar əslində getdikcə daha ağıllı olurlar. Onlar süni intellekt və məsələn, SLAM kimi alqoritmlər sayəsində. SLAM, o nədir? Hə, SLAM ingiliscə Simultaneous Localization and Mapping deməkdir. Yəni, eyni zamanda həm öz yerini müəyyən edir, həm də ətrafın xəritəsini qurur. Çox maraqlı. Bax, bu alqoritmlər sayəsində ətrafı analiz edir, təhlükəli qayalardan, maneələrdən yayınır, elmi hədəflərə doğru özləri yol tapırlar. Hətta Perseverance, o yeni olan, qazmağa çalışdığı süxurun sərtliyini analiz edib, qazma texnikasını ona uyğunlaşdıra bilir. Yəni, bu artıq sadə avtomatlaşdırma deyil, bu real zamanlı adaptasiyadır. İnanılmazdır. Hətta deyəsən, Günəş sistemindən kənarda, o uzaq planetlərin axtarışında da süni intellekt köməyə gəlir. Tamamilə doğrudur. Egzoplanetləri, yəni başqa ulduzların ətrafındakı planetləri tapmaq üçün astronomlar ulduzların işığındakı çox kiçik dəyişiklikləri, azalmaları axtarırlar. Çox zəif siqnallar olmalıdır. Bəli, çox zəif və süni intellektin dərin öyrənmə modelləri, məsələn, mənbələrdə adı çəkilən Exception CNN modeli kimi alqoritmlər bu prosesi həm sürətləndirir, həm də xeyli dəqiqləşdirir. Onlar nəinki real teleskop məlumatlarına, hətta kompüterdə yaradılmış sintetik məlumatları da analiz edərək ən zəif siqnalları belə aşkarlaya bilir. Nəticələrin etibarlılığını da, məsələn, F1 skor kimi xüsusi göstəricilərlə ölçüb artırırlar. Bütün bunlar açığı çox həyəcan verici səslənir.
Amma yəqin ki, kosmosda süni intellekt tətbiq etmək elə yerdəki qədər asan deyil. Yəqin ki, özünə məxsus çətinlikləri var. Nələrdir onlar? Əlbəttə, əlbəttə. Asan deyil. Kosmos çox sərt, çox amansız bir mühitdir. Baxın, əsas problemlərdən biri, bəlkə də birincisi enerji məhdudiyyətidir. Pekin günəş panelləri ilə topladığı enerji ilə süni intellekt alqoritmlərinin tələb etdiyi bəzən çox yüksək olan enerji arasında bir balans qurmaq lazımdır. Başa düşüləndir. Bəzi böyük peyklər, məsələn, Landsat 8 kimi, kilovatlarla enerji istehsal edə bilir. Amma çoxlu sayda kiçik peyklər var ki, onlar çox az enerji ilə kifayətlənməlidir. Bu sanki, belə deyək, güclü bir kompüter proqramını çox sadə bir kalkulatorda işlətməyə çalışmaq kimidir. Müqayisə yerinə düşdü. Sonra, əlbəttə, emal gücü və yaddaş məhdudiyyətləri var. Kosmosdakı çiplər adətən yerdə istifadə etdiklərimizdən daha az güclü və daha kiçik yaddaşlı olur. Yəni, həm uçucu, həm qeyri-uçucu yaddaş növləri məhduddur. Süni intellekt modelləri isə çox vaxt böyük yaddaş tələb edir. Və təbii ki, o məşhur kosmik radiasiya, elektronikaya təsiri. Bəli, kosmik radiasiya çox ciddi problemdir. O, elektronikaya birbaşa zərər vura bilər, səhvlərə yol aça bilər. Üstəlik, temperatur fərqləri də inanılmazdır. Düşünün, -90 dərəcədən müsbət 125 dərəcə Selsiyə qədər dəyişə bilər qısa zamanda. Dəhşətli fərqdir. Həqiqətən, bundan başqa məlumat ötürmədə gecikmələr olur, latency deyirik buna. Xüsusilə bulut texnologiyalarına əsaslanan robototexnikada bu problemdir. Sonra təhlükəsizlik məsələləri var, həssas məlumatların qorunması, etibarlılıq, yəni bağlantı kəsilsə nə olacaq? Və bir də standartlaşdırma məsələsi. Fərqli sistemlər, fərqli istehsalçılar, onların bir-biri ilə uyğun işləməsi də bəzən çətin olur. Deməli, çətinliklər siyahısı kifayət qədər uzundur. Yaxşı, bəs bu qədər çətinliyə qarşı hansı həll yolları tapılır? Mühəndislər süni intellekti bu ekstremal şərtlərə necə uyğunlaşdırırlar? Mühəndislər əlbəttə ki, dayanmırlar. Bir neçə istiqamətdə aktiv işləyirlər. Birincisi, daha az enerji tələb edən xüsusi süni intellekt çipləri, yəni AI sürətləndiriciləri hazırlanır. Məsələn, Nvidia Jetson seriyası var, Intel Movidius Myrit çipləri var. Adları tanış gəlir. Bəziləri hətta xüsusi olaraq radiasiya qarşı davamlılığı artırmaq üçün sınaqdan keçirilib və ya modifikasiya edilib. Həmçinin enerji idarə etmə texnologiyaları, məsələn DVFS, AVS kimi üsullarla çipin enerji sərfiyyatı dinamik olaraq tənzimlənir. İkinci əsas istiqamət süni intellekt modellərinin özlərinin optimallaşdırılmasıdır. Yəni, modelləri daha yüngül, daha kiçik həcmli edirlər. Məsələn, SquareNet kimi arxitekturalar var ki, modelin ölçüsü 5 megabaytdan da azdır. 5 megabayt çox kiçikdir. Həm də daha az hesablama tələb edir. Məsələn, bayaq dediyim Cloud Scout layihəsində Myriad 2 çipi istifadə olunub və ya FISAT 1 missiyası var idi, çox maraqlı. FISAT 1. O nə idi? Bu, Avropa Kosmik Agentliyinin bir missiyası idi. Məhz belə optimallaşdırılmış bir çiplə alqoritm sayəsində Pekdəki buludlu şəkillər birbaşa Pekin özündə avtomatik filtrdən keçirilirdi. Nəticədə yerə yalnız təmiz, istifadəyə yararlı görüntülər göndərilirdi. Bu, ötürülən məlumat həcmini xeyli azaltdı. Çox effektiv həldir. Tamamilə. Üçüncüsü, əlbəttə ki, aparat təchizatının özünün daha davamlı hala gətirilməsidir. Kosmos üçün xüsusi hazırlanmış çiplər var, məsələn SpaceCube V3.0 kimi. Və ya mövcud çiplərin radiasiya davamlı edilməsi prosesi, buna radiation hardening deyirlər. Bu da çox vacibdir. Yaddaş üçün də yeni həllər axtarılır, məlumatı ötürməzdən əvvəl peykdə daha çox ilkin emal aparılır, məsələn bulud filtrləmə, gəmi aşkarlanması kimi. Yeni aparatlar da çıxır. Unibab Space Cloud, IX-10, K-Babs Antelope DeepU kimi. Deməli, çətinliklər həqiqətən böyük olsa da, həll yolları da tapılır və texnologiya dayanmadan inkişaf edir. Bəli, tamamilə. Bunu daha böyük mənzərə ilə əlaqələndirsək, süni intellekt kosmos araşdırmalarında həqiqətən bir inqilab yaradır. O bizə tamamilə avtonom missiyalar həyata keçirmə imkanı verir. Düşünün, insan müdaxiləsi olmadan Marsda və ya daha uzaqlarda kəşfiyyat aparan robotlar. Fantastik səslənir. Məlumatları görünməmiş sürətlə analiz etmək
və kainatı daha əvvəl, yəni heç mümkün olmayan bir dərinlikdə kəşf etmək imkanı verir. Bəli, çətinliklər, problemlər var, bunlar danılmazdır, amma texnologiya o qədər sürətlə irəliləyir ki, bu maneələr də tədricən aradan qaldırılır. Gələcək həqiqətən çox maraqlı görünür bu sahədə. Həqiqətən də. Elə isə sonda sizin üçün, əziz dinləyicilər, bir düşüncə. Əgər peyklərdə süni intellekt məlumatları bizim yerimizə emal edə bilirsə, hətta dərin kosmosda, Marsda, bəlkə də daha uzaqlarda bizim adımıza avtonom qərarlar verə bilirsə, bəlkə də indidən düşünməyə başlamaq lazımdır, bizim adımıza kainatı kəşf edən bu ağıllı maşınlarla bağlı hansı etik sərhədləri müəyyən etməliyik? Bu, gələcəyin vacib suallarından biridir.